Siz də elə mənimlə bərabər dərsi dinlədikcə özünüz üçün qeydiyyatlar aparın, düsturların çıxarılışı, qüvvə diaqramları. Çünki hər il düşən suallardan, mövzulardan biridir. Sürtünmə qüvvəsi uşaqlar ümumiyyətlə cisimlərin toxunması zamanı mayedə və yaxud qazda hərəkəti zamanı meydana gələn və həmişə də hərəkətin əksinə yönələn bir qüvvədir. Yəni hər hansı bir müstəvi verilsə bizə, müstəvi üzərində bir cisim verilsə, bir V sürəti ilə tutaq sağa doğru hərəkət eləyirsə, sürtünmə qüvvəsi cisimlə onun toxunduğu səthin arasında yaranan bir qüvvədir. Fərqi yoxdur. Biz bunu bir maili müstəvidə də çəkib göstərə bilərik. Yenə də tutaq ki, bu cisim, məsələn deyirəm, yuxarıya doğru dartıramsa bir V sürəti ilə, o zaman sürtünmə qüvvəsinin istiqaməti toxunduğu səthlə e, yəni cismin özü arasında olan bir qüvvədir. Və sürtünmə qüvvəsi hərəkətə mane olan qüvvədir. Onun nədir, sürətini azaltmağa çalışan qüvvədir. Ona görə bizdə məsəl üçün testlərdə filan rastınıza çıxa bilər. Qeyd olunsa ki, yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət eləyir. Bu zaman siz artıq hərəkəti yavaşlayan qəbul edib işləyə bilərsiniz. Yəni yavaşlayan hərəkətdə cismin dayanana qədər sürtünmə qüvvəsi təsir edir və son sürət sıfıra bərabər olur. Yəni o söz sizdə bir çox testlərin həllində sizi qabağa atır bir neçə dəqiqə. Və sürtünmə qüvvəsinin uşaqlar növləri var. Sükunət sürtünmə qüvvəsi, sonra sürüşmə sürtünmə qüvvəsi, bir də diyirlənmə sürtünmə qüvvəsi. Adından məlum olduğu kimi hər biri, yəni adında göründüyü kimi sükunətli olan cismə də sürtünmə qüvvəsi təsir eləyir. Sonra, məsəl üçün, buzun üzərində sürüşürüksə, o zaman da sürtünmə qüvvəsi təsir eləyir. Bir diski fırladırıqsa əgər bir müstəvi üzərində, tutaq ki, məsəl üçün, bilyard topu olsun və yaxud da bir su kəməri boruları olsun, torpaq üzərində hərəkət elətdiririk. Bu zaman da yenə sürtünmə qüvvəsi, diyirlənmə sürtünmə qüvvəsi təsir edir. Yəni siz fikirləşməyin ki, hal-hazırda biz bir yerdə oturmuşuq, bizə sürtünmə qüvvəsi təsir etmir. Edir, sadəcə bax bu növlərdən biri. Sonra indi biz keçirik nəyə? Sükunət sürtünmə qüvvəsi cisim sükunətdə qaldığı zaman təsir edən qüvvədir. Bax, məsəl üçün, mənim sağda çəkdiyim bu şəkildə cismin V sürətindən hərəkət elətdirirəm. Amma bunun V sürətdə hərəkət etməsinə V yazmayaq da. İndi burada biraz daha da açaq dərinə gedək. Yəni, hər hansı bir iplə tutaq ki, mən bu cismi dartıram. Yəni, burada bir F dartı qüvvəsi var. Amma deyir ki, bu cisim sükunətdədir. Yəni V0 bərabərdir sıfıra, yoxdur. Sükunətdədir, yəni hərəkət etmir. Bu o deməkdir ki, cismi sağdan və soldan dartan qüvvələr bir-birinə bərabər imiş. Bu nəyi əsaslanır? Newtonun birinci qanununa. Məsələn, desəm ki, tutaq ki, dartı qüvvəsi 10 Newtondur. Bu cismin sükunətdə qalması üçün sürtünmə qüvvəsinin qiyməti deməli neçə olmalıdır? 10-a bərabər olmalıdır. Və bu cismin ən azından bir az da olsa yerindən tərpənməsi üçün minimum qüvvənin qiyməti neçə olacağında 11 Newtonla deməli mən buna təsir eləməliyəm ki, bu sürtünməyə qalib gəlib cismi yerindən tərpədə bilsin. Bax, belə suallarınız qabağınıza çıxa bilər. Ümumiyyətcə qüvvələrin, bütün qüvvələrin növünü fərqi yoxdur. Təyin edilən cihaz dinamometrdir. Bundan çaşmırsınız. Və düstur olaraq da biz yaza bilərik ki, F sürtünmə bərabərdir. Mü vurulsun N-ə. Oxunuşu belədir. Mü. Və bu N burada nədir? Yazmışdıq. Bundan əvvəldə keçmişik sizlə. Dayağın reaksiya qüvvəsi. Dayağın reaksiya qüvvəsi və ya digər adı var. Testlərdə görəcəksiniz. Cismi səthə sıxan qüvvə. Bir də var idi təzyiq qüvvəsi.
Üç dənə adı var. Bəzən, yəni testlərdə digər adlarını da görə bilərsiniz. Dayağın reaksiya qüvvəsi əvvəlki dərsdə də keçmişdik. Nə idi? Çəki ilə əks idi. Əgər çəki bu istiqamətlə yönəlirdisə, toxunduğu yerdən tam da yuxarıya doğru bir dayağın reaksiya qüvvəsini çəkə bilirik. Və mg-yə bərabər olur dayağın reaksiya qüvvəsi. Onda gətirib bax bu ifadədə yerinə qoysaq olur mü vur m vur j ifadəsi. Onda belə çıxır ki, sürtünmə qüvvəsinin qiyməti cismin kütləsindən, sonra sürtünmə əmsalından və yaxud da J-dən düz asılı ola bilər. Asıllıq çəkə bilərəm və yaxud da çəkini soruşa bilər. Çəki deməyək, təzyiq qüvvəsi, yəni o da P ilə işarə olur, həm də N ilə işarə olunur. Yəni N-in özündən də düz asılıdır. Sonra sizə burada nəyi deyim? Amma biz sürtünmə əmsalının müyünü düsturdan tapsaq olacaq nə? F sürtünmə bölünsün N-ə. Biz gəlin əvvəlcə buradan bunun vahidini təyin edək. Sürtünmə qüvvəsinin də vahidi 1 newtondur. Dayağın reaksiya qüvvəsinin də vahidi 1 newtondur. Bunları tərəf-tərəfə böləndə nə qalacaqdır? 1. Yəni bu o deməkdir ki, sürtünmə əmsalının vahidi yoxdur. Vahidsiz kəmiyyətdir. Və həmişə də sizə bir ipucu deyim ki, sürtünmə əmsalının qiyməti 0 ilə 1-in arasında olur. Tutaq ki, bu sizə açıq sual düşür. Sürtünmə əmsalının qiymətini hesablamalısınız. Əgər cavabı bax bu aralıqdan kənarda bir qiymətlər almısınızsa, bilin ki, yanlışdır. Həmişə sürtünmə əmsalının qiyməti 0 ilə 1-in arasında alır. 0,5, 10,5, nə bilim 2-də, nə bilim 2-də deməyək, məsəl üçün 4,3 ola bilər və s. Mütləq ki, çox-çox kiçik rəqəmlər alır. Və sürtünmə əmsalı qrafik olaraq çəksək, müyünün digər kəmiyyətlərdən asılılığı, məsəl üçün F-dən, N-dən, M-dən və s. Heç nədən asılı deyil. Sürtünmə əmsalı materialın növünə xas olan bir kəmiyyətdir. Və bu arada sizə onu deyim ki, uşaqlar, sürtünmə qüvvəsi dedikdə bu o demək deyil ki, sizi məsəl üçün hər hansı bir səthin üzərində sürüşmək üçün lazım olan qüvvədir. Xeyr. Sürtünmə qüvvəsi əksinə sizi müstəvi hər hansı bir səthin üzərində yıxılmağa qoymayan, sizi stabil saxlamağa çalışan qüvvədir. Məsələn, qışda qar yağır və bu qar yağanda asfaltla biz elə bir asfaltın üzərində gəziriksə, tutaq ki, buz bağlayıb da, düzdür? Asfaltla bizim ayaqqabımızın alt hissəsi arasında, məsəl üçün, mən kənardan bir şəkil çəkməyə çalışım. Bax, tutaq ki, bu bizim ayağımızdır. Ayaqqabımızdır. Bu da bizim bir müstəvidir. Bax, bu hissə var ha, bax, bu sarı ilə göstərdiyim yer. Bax, hansı ki buz örtüyü ayaqqabının alt hissəsi ilə asfaltın üst hissəsi arasında o kontaktı pozur. Ona görə fərqi yoxdur. Maşın təkərləri olsa da, biz ayaqqabıdan gəzsək belə, bəzən buzun üzərində sürüşə bilərik. Bunun üçün fikir verirsinizsə, qışda giydiyimiz ayaqqabılarımızın altı daha belə kələ-kötürdür. Nə üçün? Elə bil ki, o kələ-kötürlük ona görə yaradırıq ki, cisim sanki tutunmaq üçün olunsun, tutunmağa bir yeri olsun. Yəni ayaqqabımızın altı düz, buzun üzəri düz, orada bir kələ-kötürlük yoxdur ki, bu cisim tarazlıqda qalsın, sürüşməsin, aydındır? Və mütləq ki, fikir verirsinizsə, buz bağlanmış yolları açmaq üçün yollara kələ-kötürlük yaratmaq niyyəti ilə, məsəl üçün, qum tökürlər, duz tökürlər ki, o qarı həm əritsin, həm də asfalt yol üzərində bir kələ-kötürlük yaransın. Yəni buna görədir. Məsələn, maşınların təkərlərinə rezin çarxlar keçirdilər dişli. Nə üçün? O kələ-kötürlük yaransın deyə. Bu da belə. Amma məsəl üçün, ən belə şey halda, tutaq ki də, mətbəx yerlərində və yaxud da bir zala girirsiniz, baxırsınız ki, kafelin üzəri çox parlaqdır, çox sürüşkəndir. Siz bunun üzərində hərəkət elə neyinirsiniz? Biraz ayağınız büdrüyə bilir. Çünki ayaqqabınızın üzəri ilə
o kafelin üzəri arasında bir kələkötürlük yoxdur. Ayaqqabı tutunmaq üçün bir yeri yoxdur. Ona görə bəzən yerə vurulan metlaqlarda, kafellərdə kələkötürlük olur ki, o bizdə belə deyək, hərəkəti biraz da asanlaşdırır. Ən belə şey halda, məsələn, digər nümunə deyim sizə, qumlu, daşlı yolda maşının getməsinə fikir versəniz ki, daha az sürətlə hərəkət eləyir, amma asfalt yolda maşın daha rahat, daha tez sürətlə hərəkət eləyir. Nəyə görə? Çünki asfalt yolda qumlu yola nisbətən sürtünmə qüvvəsi daha az olur. Bu da belə. Və məsəl üçün toxunan səthin sahəsindən də asılılıq yoxdur. Bunu nəyə görə vurğulayıram? Bunu başqa bir rənglə yazaq. Məsəl üçün tutaq ki, sən 1 kvadrat metrlik ərazidə də eyni formada hərəkət eləyə bilərsən. Eyni sürtünmə qüvvəsi təsir eləyə bilər. Məsəl üçün 10 kvadrat metrlik bir ərazidə də fərqi yoxdur. Sənə məsəl üçün və yaxud deyə bilərlər ki, ayağın tutaq ki 38 ölçüdür, ayaqqabının ölçüsü. Məsələn, sən 40 ölçülü ayaqqabı geyinsən daha çox sürtünmə qüvvəsi təsir edir, yoxsa 38 ölçüdə. Məsələn deyirəm də, fərqi yoxdur. Yenə də sürtünmə qüvvəsi sürtünmədir, yəni o ölçünün ona dəxli olmur. Bu belə. Gəlin indi əlavə olaraq, burada biz sürtünmə qüvvəsindən bitdik. Biraz burada saxlayım, ara verim. Keçirik nəyə? Dayağın reaksiya qüvvəsindən biraz ətraflı danışaq. Baxın, hər hansı bir cisimdir və mən burada bunun dayağın reaksiya qüvvəsini göstərirəm N. Onda bunun ağırlıq qüvvəsi, bax, buradan aşağıya doğru olacaqdır mg. Əgər desək ki, bu müstəvi üzərində bu cisim tarazlıqdadırsa, onda bilin ki, elə F ağırlıq mg ilə tapılır, N-in də qiyməti elə mg ilə tapılacaqdır. Bu belə rahatdır. Amma bizə desək ki, tutaq ki, bu cismə bir F qüvvəsi ilə, məsəl üçün, qaldırmaq üçün bir F qüvvəsi təsir göstərir, onda biz tənliyi belə yazacağıq. mg bərabərdir n üstəgəl f-ə. Yəni, buradan n-i tapanda olacaqdır nə? mg çıx f. Sonra, ola bilər ki, məsələn, müstəvi çəkirəm, cisimi çəkirəm, dayağın reaksiya qüvvəsini çəkirəm n, buradan da çəkdim mg, F qüvvəsi, məsələn, bunu basır. Yuxarıdan bir F qüvvəsi ilə cismi biraz da müstəviyə doğru sıxıram, tutaq ki. Bu zaman şərti yazsam, eyni istiqamətdə gedən qüvvələrin cəmi, yəni F ilə MG-nin cəmi bərabər olacaqdır N-ə. Yəni, bu cismin tarazlıqda qalması üçün. Sonra, ola bilər ki, bu cismə, məsəl üçün, maili istiqamətdə müəyyən bir bucaq altında bir qüvvə təsir eləsin. Məsələn, bu N-dir, yenə N-i çəkirəm burada, N-dir, bu bizim MG-dir. Onda bunun biz N-in F dartı qüvvəsini, məsəl üçün, bu istiqamətdə göstərirəm və bizdən dayağın reaksiya qüvvəsini soruşa bilər. Əvvəla gəlin bu F qüvvəsini, məsələn, deyir ki, müstəvi ilə də bir alfa bucağı yaradıb da. Onda gəlin biz bunu bir proyeksiyalara ayıraq. Bu F qüvvəsini bax, yuxarıya doğru proyeksiya ayırsam olacaqdır F, Y. Yana doğru proyeksiyası olacaqdır F, X. Yəni, X oxu üzrə proyeksiyası. Və yadda saxlayın ki, həmişə qüvvənin hər hansı bir vektorun X oxu üzrə proyeksiyası bizə onun kosinüs funksiyasını verir. Yəni, F vur kosinüs alfa. Y funksiyası F vuraq sinüs alfanı verəcəkdir. Onda biz burada belə bir şərt yaza bilərik də. N üstəgəl F, Y bərabərdir M, J-yə. Buradan da N-i tapanda nə olacaqdır? MJ çıx FY. Yəni, MJ çıx F vuraq sinus alfa. Təbii ki, sizdə mötərizə içərisində nədir? Sinüs və kosinüsün qiymətləri rahatlıqla veriləcəkdir. Əgər bu cismə təsir edən qüvvə bax, bu istiqamətdə olsa ki, testlərdə rastınıza çıxacaq.
Yenə mg-ni yazıram. Dayağın reaksiya qüvvəsini göstərirəm. Amma bu dəfə F qüvvəsi sanki itələmək istəyir. Müstəvi ilə də müəyyən bir alfa bucağı təbii ki göstərək burada. Bu sizə özləri kitabda verəcək bunu. Bu zamanda biz bunu bucaqlara ayıranda, bax, bu hissəsi FY sayılır. Bu hissəsi FX sayılır. Bayaqki şəklin sanki əksidir elə bil. Yenə də biz FY-i axı bildik ki, F sinüs alfadır. Fx-in də qiyməti nədir? F vur kosinus alfa. Burada fx-lər, baxın, hər iki tərəfdə fx var. Bizim cismimizin yuxarı aşağı hərəkət elətdirməyində heç bir rolu yoxdur. Yalnız və yalnız bu cisim sağa sola hərəkət etdirsə, necə hərəkət eləyər? Yəni, orada təsiri var, bir rolu var. Bizim dayağın reaksiya qüvvəsi ilə eyni istiqamətdə və yaxud əks istiqamətlərdə olan qüvvələrdəndir bizim işimiz. Ona görə yazaraq burada əsas şərti FY üstəgəl mg bərabərdir n-ə və yaxud da F vur sinus alfa plus mg bərabərdir n yazmaq olar. Yəni, dayağın reaksiya qüvvəsini. Bu belə. Sonra sizə burada əlavə testlərdə rastlaşa bilərsiniz. Az öncə dərsdə qeyd elədiyim kimi deyə bilər ki, bu cismə yalnız və yalnız sürtünmə qüvvəsi təsir eləyir. Əgər yalnız sürtünmə qüvvəsi təsir eləyirsə, onda belə çıxır ki, əvəzləyici qüvvə ilə F sürtünməyə bərabərdir. Yəni, MA bərabərdir mü MJ-yə. Onda M-lər ixtisar getsə, A bərabərdir. Nə qalır? Mü vurulsun J-yə. Bu da bizdə təcilin digər, belə deyək də, sürtünmə əmsalı ilə bir bağlılığı olan ifadədir. Və əgər yalnız sürtünmə qüvvəsi təsir eləyirsə, deməli, burada F dartı da sıfıra bərabərdir. Və hərəkət də necə olacaqdır? Yavaşlayan. Hərəkət yavaşlayandırsa, o zaman biz yaza bilərik V bərabərdir. V0 çıxılsın AT tənliyini yazaram. Amma burada V-nin yerinə 0 qoyacağım. 0 bərabərdir. V0 çıx AT. V0 da bərabərdir mü vur J vur T. Burada da bu T bizdə tormozlanmağa sərf olunan müddət sayılır. Yəni, biz tormozu basandan sonra maşınımız, cihazımız neçə saniyə sonra dayandığını göstərir. Ona görə də V0 bölünsün mü vur J ifadəsi ala bilərik. Hər tərəfi xırda olaraqdan M-ə vurub bölsək, bizim üçün yeni bir düstur yaranır. MV0 bölünsün mü MJ. Kənardan qeyd eləyək, P bərabərdir MV0 bizim üçün impulsu verir. Bu bizim növbəti dərslərimizdə var. Yazaq onda P bölünsün mü MJ də bizim üçün F sürtünməni verəcəkdir. Bu da belə. Sonra bizdə impulsun belə bir düsturu var. P-nin kvadratı bölünsün 2M bərabərdir Y kinetikə. Bu da bizim növbəti dərslərimizdədir. Kinetik enerjinin tənliyidir. Kinetik enerji. Və buradan da P-ni tapanda 2M vur Y kinetik eləyir kökün altında. Onu gətirib bax burada yerinə qoya bilərsiniz. Testlərdə vardı ya, mən məcburam ki, sizə bunu indidən yazdıram. Ona görə deyirəm. Amma növbəti dərslərdə impuls və kinetik enerjini keçəcəyik. Bu bizim tormoz müddətinin düsturudur. Yəni, cisim 2 saniyə sonra dayanar desə. Bir də var, sürtünmə qüvvəsi sayəsində hərəkət eləyir, dayanır və tormozlanan zaman neçə metr yol gedir. Yəni, S tormozu axtaracaq. Biz də bilirik ki, S bərabərdir V kvadrat çıx V0. V0 kvadrat çıx V-nin kvadratı bölünsün 2A-dır, düzdürmü? Biz də dedik ki, son sürət bərabərdir 0-a. Onda qalır nə? S bərabərdir V0-ın kvadratı bölünsün 2A. A-nı açsaq olur V0-ın kvadratı 2 mü J. Yenə də burada hər tərəfi M-ə vurub bölsək, onda bizdə yeni bir ifadə yaranır. V0-ın kvadratı böl 2 mü MJ. Onda bax, burada fikir verirsiniz. Belə bir ifadə aldıq. Bu ifadə, yəni kənardan qeyd eləyirəm, MV0-ın kvadratı bölünsün 2 bizim üçün kinetik enerjini verir. Ona görə də yaza bilərik nə?
Y kinetik bölünsün F sürtünmə. Bayaq qeyd elədiyimiz kimi, bax, burada Y kinetikin bir düsturu hansı ki, bax, budur. Bunu da gətirib qoya bilərik. Bax, burada. Yeni bir ifadə ala bilərsiniz. Onda olacaqdır nə? P'nin kvadratı bölünsün 2M vur F sürtünmə. Tormoz müddəti və tormoz yolunun ifadələrini. Deməli, uşaqlar, biz danışdıq ki, cismə yalnız sürtünmə qüvvəsi təsir edirsə, bu yavaşayan hərəkət eləyirdi. Yaxşı, tutaq ki, eyni anda, bax, bu cismə, bir dəqiqə geriyə verək. Tutaq ki, bu cismə eyni anda həm dartı qüvvəsi təsir eləsin, həm də baba bu istiqamətdə bir sürtünmə qüvvəsi təsir etsin. Və onda bu cisim necə hərəkət eləyər? Burada müəyyən bir hallar var. Bax, məsəl üçün, əgər F dartı F sürtünmədən böyük olarsa, onda biz əvəzləyici qüvvəni tapmaq üçün nə edərik? F əvəzləyici bərabərdir böyük qüvvədən kiçik qüvvəni çıxırdım. Yəni, yekunda böyük qüvvə istiqamətində cisim hərəkət eləyərdi bir A təcili ilə. Onda hərəkətimiz olardı yeyinləşən. Yəni, bizdən qrafiki istəsə belə, yeyinləşən qrafiklər hansı tanıyırsınızsa, sürət zaman qrafiki, yol, koordinat qrafikləri, hər birində yeyinləşənlə işləyəcəksiniz. Amma görsəniz ki, F sürtünmə böyükdür F dartıdan, onda əvəzləyici qüvvə nəyə bərabər olacaqdır? F sürtünmə çıx F dartı olar. Yəni, hərəkət yavaşayandır. Və yavaşlayanın qrafiki VT qrafiki, ST qrafiki, koordinat zaman qrafiki bunları çəkə bilərsiniz. O zaman isə cisim, bax, bu istiqamətdə bir A təcili ilə hərəkət eləyəcəkdir. Əgər desək ki, sürtünmə qüvvəsi dartı qüvvəsinə bərabərdir, onda bu o deməkdir ki, əvəzləyici qüvvə sıfırdır, təcil sıfırdır. Yəni, hərəkət bərabər sürətlidir. Yəni, bu zamanda V-nin T-dən asılılıq qrafiki bərabər sürətlini çəkirsiniz. ST üçün də qrafiki çəkəndə yenə də bərabər sürətli çəkirsiniz. Amma AT-ni çəkəndə 0. Çünki təcil olmurdu. Bu da belə. Burada elə bir şey qalmadı.